Burada müəllimlər, deməli, müqayisə sözünə görə yanlışdır. Çünki biz heç vaxt şagirdi digər yoldaşları ilə müqayisə eləyə bilmərik. Yəni sanki elə bil kimisə kiməsə nümunə göstərirsən ki, bax, sən də Elşad kimi oxu, bax, sən də Nərgiz kimi oxu. Yəni bu onda olur, yəni düzgün, doğru rəy olmur. Onda rəqabət yaranacaq sinifdə və bu zaman da sinifdə, yəni təlim nəticəsinə, məqsədimizə çatmaq olmayacaq. Ona görə biz şagirdi indiki vəziyyəti ilə bundan 2 gün öncəki vəziyyətini müqayisə eləyə bilərsən. Yəni onun öz vəziyyəti ilə. Yəni bir həftə öncəki və durumu ilə indiki durumunu və yaxud da ki, bir gün öncəki durumu ilə indiki durumunu ancaq müqayisə eləyə bilərik ki, bu halda doğru ola bilər. Ona görə də burada cavabımız E bəndidir, yanlışdır. Növbəti sualımızı oxusun. Elə Könül müəllimə 2-2 oxuyun. Növbətini də oxuyun. R ilə bağlı verilən cavablardan hansı yanlışdır? Şagirdlər fəaliyyəti haqqında informasiyanı ümumi şəkildə deyil, dəqiq aspektləri vurğulayaraq çatdırmaq lazımdır. İnformasiyanı ümumi şəkildə. Oxuyum. Şagirdlər bacarıqları ilə bağlı rəy bir müddət sonra verilsə daha effektiv olar. Bir müddət sonra yox, rəy anında verilməlidir. Ancaq bir müddət sonra verilməsi düzgün deyil. Ay, sağ ol. Mənə ekran göstərmir. Çıxdım, girdim də yenə. Hə, Könül müəllim, indi görünür indi müəllimlər. Bəli. Aha, Orada deyir ki, hə, bir müddət sonra bu anı da verməlidir yine. Rəy. doğrudur. Ona görə A bu bəndində doğru Könül müəllimə. Siz A bəndində tərəddüddə qaldınız ümumi sözünə görə. Düz mən sizə demişəm ki, harda ümumi görsəniz, bilin ki, o yanlışdır. Ümumi rəy verirsə, ümumi qiymətləndirmə aparırsa, ümumi bacarıqlarına uyğun nəyi neyinirsə, bax, bunlar varsa yanlışdır. Amma görsən A bəndində deyir ki, ümumi şəkildə deyil. Yəni ümumi aparmırıq. Çünki ümumi şəkildə desəydə, deyir ümumi şəkildə deyil, dəqiq aspektdən vurğulanaraq çatdırmalıdır. Bəli, rəy ümumiyyətlə ümumi şəkildə verilmir. Spesifik verilir, aydın şəkildə. Nəyi bilmir, nəyi bilir, dəqiq aspektləri, konkret, aydın şəkildə şagirdin nəzərinə çatdırılmalıdır. Ona görə o cümlə doğru cümlədir. Amma rəy vaxtında verilməlidir. Sanki şagird bugün səhv edib, 2 gün sonra ona rəy verirsən. Şagird heç bilməyəcək ki, o hansı səhv, müəllim onun hansı səhvindən danışır. Gecikmiş rəyin şagird üçün heç bir effekti olmayacaq müəllimə. Növbəti suala keçək. Oxusun, deməli, Elşad müəllim. 40-ı 41-i. Analitik rubriklə holistik rubrikin arasındakı fərq hansı cavabda doğru göstərilmişdir? Analitik rubrik şagird nailiyyətlərini ayrı-ayrı meyarlarla ölçdüyü halda holistik rubrik fəaliyyəti bütün meyarlar əsasında eyni anda qiymətləndirir. Mənim cavab budur. O ana ata misalda, ana çox hər şey deyil, ata bir dəfə deyib keçəcəkdir. Hə, ay sağ ol. Doğrudur. Görürsüz, analitik ayrı-ayrı meyarlar oldu. Elə bu ayrı-ayrı onu bildik, ana ilə analitiki ayırd elədik, əla. Holistik ümumiyyətlə sürətli rubrikdir. Doğru da elə bu heç digərlərinə baxmırıq. Burada heç yəni izahına ehtiyac yoxdur digərlərinin. 41-i də oxuyun müəllim. Rəy ilə bağlı hansı fikir doğrudur? Rəy keçmişə yönəlik olmalıdır. Rəy keçmişə yox, olmaz da rəy anında verməliyik. Rəy emosiyalara yönəlik olmalıdır. Olmaz emosiyalara. İdraka yönəlik olmalıdır. Emosiyalara yox, idraka yönəlik olmalıdır. Bir də mən hardasa eşitdim ki, mənim emosiyalara yönəlik olmur, amma emosional vəziyyətdə deyir, rəy vermək olar. Bəli, onu mən izah eləmişəm digər qrupda. Sizdə də deyirəm onu. O, bilirsiniz nədir? Biri var, biz emosional rəy veririk şagirdə. Məsələn, deyirəm ki, afərin, sən ağıl dəryasısan, zəkalısan, sən mənim ağıllı balamsan, sən möhtəşəmsən, sən riyaziyyatçısan da, mükəmməlsən, çox yaxşısan, çox əlasan. Bunlar emosional rəydir.
Amma biri də var ki, biz emosional vəziyyətini dəstəkləmək üçün onu motivə edirik. Motivasiya edirik onu sanki. Fəaliyyətini stimullaşdırırıq. Məsələn, ən çox da o bəzən baxırsan öyrənmə prosesində çətinlik çəkən şagirdlər var ki, onlar ruhdan tez düşə bilər. Məsələn, məyusluq yaşaya bilərlər, geri dönüş eləyə bilərlər o çətin durumda. O çətin durumda sən bunu bacaracaqsan. Afərin sənə. Mən sənə güvənirəm. Mən sənə inanıram. Sən bunun da öhdəsindən gələcəksən. Bax bu sözlərlə, bax o onun emosional durumunu, emosional vəziyyətini dəstəkləmək üçün verilən rəydir. Yəni emosional rəylə, emosional vəziyyəti dəstəkləyən rəyi qarışdırmayın heç vaxt. Yəni burada biz sanki o deyək ki, məsələn, bəzən baxırsan ki, onu da deyə bilərsən uşaqlar, axı öyrənmə prosesi həmişə axıcı olmur, rahat olmur. Siz müəyyən çətinliklərlə qarşılaşa bilərsiniz, müəyyən səhvlərlə qarşılaşar. Yəni qorxmayın heç vaxt. Səhv etdiniz, yəni hər səhv sizi bir düzə aparır. Hər səhv bir düzün başlanğıcıdır. Yəni sən səhv etdikcə deyək ki, düzə doğru səhvə keçərək düzə gedəcəksən. Yəni səhv eləyəcəksən, öz üzərində işləyəcəksən, çalışacaqsan, onu düzə çevirəcəksən. Yəni bundan qorxmayın. Bax, mən sənə güvənirəm, mən sənə inanıram. Sən bunun öhdəsindən gələcəksən. Bax, bu kimi sözlərlə şagirdi biz sanki motivə eləyirik. Yəni onu stimullaşdırırıq. Şagird həvəslə. Bəzən baxırsan ki, hansısa bir uğursuzluq, bir yanlışlıq, deyək ki, bir çətinlik qarşılaşan kimi şagird geri dönüş eləyə bilər. Mən də sizə keçəcəm Karol Dweck'in qapalı zəka, açıq zəka nəzəriyyəsi. Və biz bir müəllim olaraq şagirdimizi həm qapalı zəkadan açıq zəkaya dönüşdürə bilərik, həm açıq zəkadan qapalı zəkaya dönüşdürə bilərik. Yəni o nə ilə dönüşdürə bilərik biz onu? Verdiyimiz rəylərlə. Sizin verdiyiniz rəy şagirdi açıqdan qapalıya apara bilər və qapalıdan da açıq apara bilər. Bu emosional vəziyyətini dəstəkləməklə siz onları qapalıdan açıq zəkaya götürmüş olursunuz. Yəni bax bunları nəzərdə saxlamaq lazımdır əzizlərim. İndi burada bax A bəndindəki rəy var ha, Elşad müəllim. Rəy keçmişə yönəlik olmalıdır. Bax bu deməkdir ki, məsələn şagird yazıb gətirib dəftəri, baxırsan, deyirsən bu nədir yazmısan və yaxud bu nədir hazırlayıb gətirmisən. Bunun burası belədir, bunun hamısı səhvdir. Get səhvlərini düzəlt gətirərsən. Bu oldu keçmişə yönəlik. Burada şagird heç nə vermədin sən şagirdə. Heç nə əldə eləmədi şagird. Bu bəndində də ki, bayaq dediyim, sən zəkalısan, dərrakəlisən, ağıllısan, ağıl dəryasısan. Bu emosionaldır. İndi C-yə baxaq, oxuyun C-ni. C bəndi və yalnız müəllimlə şagird arasında informasiya mübadiləsidir, səhvdir. Yalnız sözü, təkcə sözü harda varsa onlar səhv olsa nəsə. Nəsəsi odur ki, rəy yalnız müəllim şagird arasında olmur. Şagird öz-özünə də rəy verə bilər və yoldaşlarına da rəy verə bilər. Bu ona görə yazılır. D bəndi şagirdin şəxsi keyfiyyətləri vurğulanmalıdır. Bu da yanlış fikirdir. Bəli. Və qiymətləndirmə meyarlarına uyğun olmalıdır. B bəndi doğrudur. Bəli. Mütləq rəy qiymətləndirmə meyarlarına uyğun. Qiymətləndirmə meyarlarını biz nəyə əsasən çıxarırıq, Elşad müəllim? Alt standartları. Yox. Alt standartda yox. Təlim nəticəsinə əsasən. Bəli. Təlim nəticəsinə əsasən çıxardırıq. Bəs təlim nəticəsini nəyə əsasən çıxardırıq? Onu alt standartdır. Ay, sağ ol. Bax belə. Doğrudur. Hansını oxuyum müəllimə? 44 oxuyun indi də. Rəy ilə bağlı fikirlərdən hansı yanlışdır? Şagirdlərə rəy verilərkən qiymətləndirmə meyarı nəzərə alınmalıdır. Ümumi deyil, spesifik məsələlərə toxunmalıdır. Summativ qiymətləndirmə əsas komponentlərindən biridir. Mənim rəy summativ qiymətlə formativ qiymətləndirmək deyilə. Necə bir də təkrar eləyin? Deyirəm, formativ qiymətləndirmədə rəydən istifadə edirdik. Bəli. Bəli. Görürsünüz, burada deyir ki, summativ qiymətləndirmənin əsas komponentidir. Formativin komponentidir. Formativin komponentlərindən biri ilə əks əlaqədir. Bir də rəy formasında da olmasa, müəllimlə bir də əks əlaqə kimi də verər, çaşmayın onda. Elə rəy əks əlaqədir. Əks əlaqə elə rəy deməkdir. Doğru. 45-i də oxusun, deməli.
Buyurun Natəva müəllimə. 45-i 46-nı oxuyun. Bu tapşırığı gərək bu üsulla həll etməyəydin. Mövzu ilə bağlı keçilən düsturdan istifadə etməli idin. Verilmişlə ilə bağlı verilənlərdən hansı doğrudur? Keçmişə yönəlikdir. Keçmişə yönəlikdir də, hə, müəllimə? Aha, keçmişə yönəlikdir. Effektiv rəy deyil. Bəli. Emosional fəaliyyətə yönəlik rəydir. O da deyil. Rəy şagirdə həssaslıqla çatdırılır. Sonra ümumi bacarıqları əks etdirir. Həssaslıqla çatdırılıb da, hə? Həssaslıqla çatdırılıb. Həssaslıqla çatdırılıb müəllimə rəy. Amma burada Bizə doğru. keçmişə yönəlib, bizə doğru cavabı deyir. Axı rəy keçmişə yönəlibdir. Bax müəllimlər, harda görsəniz ki, bunu etməyəydin, gərək bunu yazmayaydın. Keçmişə Sən bunu yönəlik. yazsaydın, sən bunu belə oxusaydın, bunlar keçmişə yönəlik rəydir. Yəni burada gələcəyə yönəlik bir istiqamət yoxdur. 46-nı da oxuyun müəllimə. Məktəb daxili qiymətləndirmə. Müxtəlif siniflərdə şagirdlərin hazırlıq səviyyələrini müəyyənləşdirmək üçün müvafiq icra hakimiyyəti. Hə, icra hadisə məktəb daxili deməli deyil də. Hansıdır? Hansı olacaq? Milli. Milli. Ay sağ ol. Milli. Doğru. Məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyəti izləmək və qarşıya çıxan çətinlikləri aradan qaldırmaq məqsədi ilə aparılan qiymətləndirmədir. Müəllimə, budur da məktəb daxili. Ay sağ ol. İzləmək gördün. Hansıdır? İzləmək gördük. Nə götürəcəyik? Formativdir. Ay özdə. sağ ol. Bəli. İzləmək formativdir. Və ölçülməsi, fəaliyyətin izlənilməsi deməli formativdir, nailiyyətin ölçülməsi summativdir. Summativdir. Aha. Amma müəllimə, elə BCD-ni də oxuyun, bir dənə təhlil eləyək görək hansı qiymətləndirmədir. Oldu. Başqa ölkələrlə müqayisə aparıb, bu beynəlxalqdır da. Afərin. Heç də davamına getmirsən, beynəlxalq. Doğru. 11-ci sinifin sonunda şagirdlərin buraxılış imtahanı vasitəsilə qiymətləndirir. Bu da millidir də. Bu yekun. 9-11-lər yekundur müəllimə. 9-11-lər yekundur. Məktəbinkidir. Məktəbin deyil, onu da nazirlik tərəfindən keçirilir. Onda millidir də. Milli demirik də ona müəllimə. Milli siz hansıdır? Ayrı-ayrı siniflər müxtəlif fənlər üzrə. 8-də, 6-da, 4-də ki keçirilir monitorinqlər. Bax onlar millidir. Bunun adı yekundur. Bir dənə 9-11 yekundur. Axı təhsil səviyyələrinin sonunda bu attestat verirlər bunlara 9-11-lərdə. 9-da şəhadətnamə, 11-də attestat. O məktəb daxili deyil. Məktəb daxili deyil. 11-ci siniflərin imtahanı siz apardınız bu il buraxılış imtahanı. Siz elə etiraz o yekun qiymətləndirmədir. Onun adı yekundur. Ayrı-ayrı fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə 3-5 ildən bir. Bu da milli. Hə, bu da millidir. Bu da milli qiymətləndirmədir. Doğru. 47-ni də oxuyun. Yox, ikisini oxudunuz siz Natəva müəllimə. İkisini oxudum. Hə, ikisini oxudunuz. Hə, onda deməli Xuraman müəllim burada. Bəli, mənim sabahınız xeyir bir daha. Sabahınız xeyir əzizim, oxuyun. Mən bir şey soruşa bilərəm. Bizdə sınaqlar əsasən uyğunluğu müəyyən edin. Özünü qiymətləndirmə zamanı şagirdlərdə metakognitiv bacarıqlar inkişaf edir. Bu düzdür. Özünü qiymətləndirmə zamanı meyarları şagirdlərə bildirməyə ehtiyac yoxdur. Bu səhvdir. Yəni meyarları müəllim bildirməlidir. Özünü qiymətləndirmə şagirdlərdə rəy verməklə inkişafına xidmət edir. Qarşılıqlı verilmiş bu düzdür. Özünü qiymətləndirmə şagirdlərdə öyrənmə prosesinin effektliyinə təsir edir.
öyrənmə prosesinin özünü qiymətləndirmə, şagirdlərin öyrənmə prosesinin effektliyinə təsir edir. Özünü qiymətləndirmə şagirdlik qarşılıqlı rəy verməklə qarşılıqlı rəy vermək onların inkişafına təsir eləmir, xidmət eləmir. Bu səhvdir. Deməli, doğrudan doğru birinci deməli doğrudur, doğrudan doğru biri seçirik. Yanlışdan yanlış 3-ü seçirik. 1-3 uyğunluğu deyil, 1-3. Bəs 3 niyə yanlışdır müəllimə? Bir dənə onu izah Çünki edin. burada özünü qiymətləndirmə şagirdlərdə qarşılıqlı rəy verməklə inkişafına xidmət edir. Özünü qiymətləndirmə deyir, qarşılıqlı rəy deyir. Bir-birinə əks iki cümlə, iki söz deyir də. Özünü qiymətləndirmə özünə verdiyi rəydir. Qarşılıqlı qiymətləndirmə yoldaşına verdiyi Yoldaş, rəydir. bu yoldaş qiymətləndirməsindən onu denən. qiymətləndirməsi. Bax, Bəli. özünü qiymətləndirmə var, yoldaş qiymətləndirməsi var. Bunlar formativin üsullarıdır. Bəli. Özünü qiymətləndirmədə qarşılıqlı qiymətləndirmə deyirsə, bu olur yoldaş qiymətləndirməsi. Fərqli yoldaş Doğru. qiymətləndirmə. Afərin. 48-i də oxuyun. 2 cədvəl sizə dalbadal düşdü müəllim. Yaxşı oldu. Həm bu suallarda da mütəşəkkir. Uyğunluğu deyir. Formativ qiymətləndirmə şagird fəaliyyətinin monitorinqi vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsinə xidmət edir. Formativ qiymət şagirdin fəaliyyətinin monitorinqi vasitəsilə düzgün düzdür. Bu formativ qiymətləndirmə formalaşdırıcı qiymətləndirmədir. Xidmət eləyir, düzdür. Formativ Bəli. qiymətləndirmə öyrənmə müddətində davamlı olaraq aparılmalıdır. Bu da doğrudur. Formativ qiymətləndirmə dərs zamanı şagirdlərin mövzu ilə bağlı öyrəndiyi bilik və bacarıqları müəyyənləşdirməyə xidmət edir. Bu da doğrudur. Formativ qiymətləndirmə nəticəsi təhsil alanların məktəbli ixtisasında qeyd olunmasında əks tapa bilər. Bu da doğrudur. Hamısı doğrudur. 1-2. Uyğunluğu deyirsə 1-2 olacaq. Bəli, uyğunluq deyir. Hamısı doğrudursa 1-2. Doğrudur. Doğrudur. Burada qaranlıq nəsə qalsa deyin, izah verim. Yəni rahat cümlələrdir. Ona görə məktəbli kitabçasında bilirsiniz, hamı işləyən müəllimlər bilir ki, məktəbli kitabçasında onu qeyd eləyirik. Sonra hər gün aparırıq. 2-də bölsək davamlı deyir. Yenə birdə istiqamətlənməsinə yönəlir. İstiqamət harda varsa formativdir. 3-də də yenə bilik bacarığı formativ dərs zamanı şagirdin mövzu ilə bağlı öyrəndiki bacarıqları müəyyənləşdirməyə xidmət edir. Bəli, yenə biz formativin sonunda refleksiya eləyirik. Şagird bu dərsin sonunda nəyi öyrəndi, onu əldə eləmiş oluruq. 49-u oxusun. Gülnar müəllimə qoşulub kimya. Oxusun. Aygün müəllimə burada. Qiymətləndirməsinin aydınlığı tapacaq. Deməli, şagirdə digər şagirdlərə rəy bildirmək imkanı verir. Bu rəy bildirmək vasitə bir yoldaş qiymətləndirməsi. Bəli. Şagird öz fəaliyyətini refleksiya edə bilir. öz fəaliyyətində isə özünü qiymətləndirmə olur. Aha, doğru. Uyğunlaşma aparmır. qiymət- Elə bir dənə hansı qiymətləndirmədir onu deyin. Yaxşı. Bu qiymətləndirmə zamanı şagird özünün öyrənməsi üçün strategiyalar müəyyənləşdirə bilər. Özünün öyrənməsi üçün isə burada da özünü qiymətləndirmə olacaq. Ay, sağ ol. Strategiya deyirsə, strategiya varsa özünü qiymətləndirməlidir. Şagird özünün mövcud vəziyyətini digər şagirdlərlə qarşılaşdırmaq imkanına sahib olur. Bu da digər şagirdlərlə deyirsə, yoldaş qiymətləndirməsi. Bəli, bu da yoldaşdır. Cütlərlə iş forması zamanı şagirdlərin fəaliyyətini qiymətləndirmək üçün münasibdir. Cütlərdə də yoldaş qiymətləndirməsi var Bəli. da, bu da ona. Bəli. Bir də mənə deyin görüm, hansı iş formasında empatiya hissi formalaşır Könül müəllimə? Empatiya İş hissi. formasında Hə. cütlərlə işdə. Ay, tamam. Cütlərlə işə bu qarşınıza çıxa biləcək sualdır. Rəy vermə bacarığı əslində qrupda da var. Amma ən yüksək olanı cütlərləndir. Rəy vermə bacarığı, bir də empatiya hissinin formalaşması. Ən çox cütlərdədir. Cədvəl də oxuyun Könül müəllimə. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Deməli, doğruda doğru sözü. Diaqnostik qiymətləndirmənin nəticələrinin qeydiyyatına aparılmasına ehtiyac yoxdur. Əksinə mütləq olmalıdır, qovluqda saxlayırıq. Bəli, mütləq. Diaqnostik qiymətləndirmə şagirdlər sinifdən sinifə, məktəbdən məktəbə keçdikdə aparıla bilər. Bu doğrudur. Bəli, doğrudur.
Sonra yanlışda, deməli burada oldu 2 doğru. Bir yanlışda, 2 də yanlışda, deməli 3. Diaqnostik qiymətləndirmə şagirdlərin güclü və zəif tərəflərini müəyyənləşdirir. Bu doğrudur. Bəli, Güclü, zəif tərəfini müəyyənləşdirir. Sonra 4-də diaqnostik qiymətləndirmə şagirdlərin öyrəndiklərini nə dərəcədə tətbiq edə bildiklərini ölçür. Bu formativdir. ölçmə hardadır könül müəllimə? Diaqnostikdə ölçülmə Formativdir. Formativdir. deməli Summativ. yox, ölçmə summativdir. Bəs indi bu Summativ 4 yanlış olacaq, doğru? Bu yanlışdır, diaqnostik deyil. Bəli, diaqnostik deyil. Nailiyyətin ölçülməsi summativ, nailiyyətin izlənilməsi formativdir. Bu belə. İndi mən burada sizə bir dənə, bax birinci cümlədə bir dənə məqamı vurğulamaq istəyirəm. Müəllimlər, diaqnostik qiymətləndirmə rəsmi qiymətləndirmə deyil, amma mütləq şəkildə onun qeydiyyatı aparılmalıdır. Və onu biz portfolyomuzda, müəllim, məsələn, deyək ki, diaqnostik qiymətləndirmə aparmışıq sentyabrda, şifahi şəkildə mən aparmışam. Bir 15 dənə, 20 dənə sual tərtib eləmişəm, götürüb gəlmişəm məktəbə, həmin suallar əsasında qiymətləndirmə. Yoxlama gəlib, mənə deyir ki, müəllimə, diaqnostik eləmisiniz? Mən deyəcəm, hə, şifahi eləmişəm. Şifahi ondan olmur axı. İndi mən onu nə edəcəm? O sualları tərtib elədim, yazdım, imzamla, tarixi ilə qoydum portfolyomu, failin içində portfolyoda. Kənarda mən nə edəcəm? Protokol hazırlayacağam, rəy hazırlayacağam uşaqlara. Necə eləyəcəm onu? Məsələn, yazacağam ki, bax bunu eləyə bilərsiniz. Yəni diliniz uzun olacaq, deyəcəksiniz ki, məsələn mən diaqnostikimi eləmişəm, qeydiyyatını aparıb portfolyoma qoymuşam. Gələnin də qabağına çıxardıb qoyacaq. Da sizə kimsə deyə bilməz ki, yox burada. Bal, qiymət qəti şəkildə qoymayın diaqnostik qiymətləndirməyə. Düzdür, bax əvvəllər bizə deyirdilər ki, diaqnostik qiymətləndirmədə bal deməli testlə aparılmır. Tapşırıqlarla, məsələn, BBD klass deyirdi, bu iş üsullarını aparır, amma testlə aparılmır. Amma indi bu Time 24-ün kitabında çıxıb ki, testlə də apara bilərsiniz. Aparın yenə, testlə də aparın, amma bal qiymət qoymayın. Və indi sonda uşaqlar haqqında nə yazacağıq biz? Məsələn, yazarsınız ki, hər uşağa ayrı-ayrı A4-də də yaza bilərsiniz və yaxud da ki, elə hərəsinin öz portfolyosuna da qoya bilərsiniz və yaxud ümumi şəkildə də bir neçə vərəqdə qeyd eləyə bilərsiniz. Əlizadə Nərgiz, məsələn, deyək ki, İsmail qızının 19-cu ay, deyək ki, 19-cu 9-cu ay 2025-ci il tarixində kimya fənni üzrə keçirilən diaqnostik qiymətləndirilməsi qənaətbəxş hesab edilsin, kafi hesab edilsin, əla hesab edilsin, yaxşı hesab edilsin. Bax, bunu yazırsınız bu cümləni. Məsələn, deyək ki, 19 eləmirsiniz, lap məsələn, 16-sı dərs başlayıb həmin günü elədik biz qiymət. Məsələn, 16-sı 9-cu ay 2025-ci il. Filan kəs o, filan kəsin, filan fəndən keçirildiyi diaqnostik qiymətləndirilməsi qənaətbəxş hesab edilsin, əla hesab edilsin. Bax, bunu yazırsınız müəllimlər. Altınızdan qolunuzu, imzanızı, tarixi də qoyub, qoyursunuz portfolyoya. Vəssalam. Bax, bu sizin diaqnostik qiymətləndirmənizin nəticəsi. Aha. Müəllimə, 51-də diaqnostik qiymət, 51 oxuyuruq da, bəli. Diaqnostik qiymətləndirmə nədir? Dərs ilinin və ya hər bölmənin əvvəlində şagirdin bilik və bacarıqlı qiymətləndirməsi məqsədi ilə aparılır. Bəli, bu düzdür də. Diaqnostik budur, dərs ilinin və yaxud da ki, sinifdən sinifə keçirsəm, ya da əvvəlində. Bəli. Amma gəl o birlərini də oxuyaq müəllimə, bir dənə incələmə verək nədir? Məzmun standartları mənimsənilməsinə yönəlmiş fəaliyyəti izləmək, qarşıya çıxan çətinlikləri müəyyənləşdirib aradan qaldırmaq üçün bu onda formativdir. Fəaliyyəti izləyirsə, heç də davamı getmə formatı. Bəli, formativdir. C-də deyir ki, məzmun standartlarının mənimsənilməsi ilə bağlı təhsil alanların nailiyyətlərini müəyyən etmək məqsədi ilə. Nailiyyətlərini ölçmək ki, müəyyən edir, summativdir. Yox, ölçüsüz. Müəllimə, burada nailiyyətin müəyyən olunması varsa, nailiyyətin, bəli, bu olur summativ. Ölçmə kimi də verilir, belə də verilə bilər. Bu da yaxşı idi. Ümumi orta və tam orta təhsil səviyyəsində başa vuran təhsil alanların nailiyyətlərinin qiymətləndirməsi başa vurulur. Ümumi orta, yəni 9-11-lərdən söhbət gedir də. Bəli, Bu dövlət alanlarında biz aparmarıq ki,
Müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirməkcə bu milli olur. Müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzrə. Bu nə idi? Milli. E bəndi millidir. Yox, monitoring. Yox, düz deyirsiz müəllimə. E bəndi millidir. D bəndi yekundur. Yekunda, dövlət Yekun. dilində. Yekun qiymətləndirmədir, doğru. 52-ni də oxuyaq əzizim. Qarşılıqlı qiymətləndirmə ilə bağlı verilənlərdən hansı yanlışdır? Qarşılıqlı qiymətləndirmə şagirdin digər şagirdlərə rəy bildirilməsidir. Bu düzdür. Qarşılıqlı qiymətləndirmədə şagirdin öyrənmə prosesi bir-birinə istiqamət verməsinə şərait yaradır. Bu da doğrudur. Bir-birinə istiqamət verməsinə şərait yaradır. Bəli. Qarşılıqlı qiymətləndirmə rəyə alan və verən şagird üçün eyni dərəcədə əhəmiyyətlidir. Bu düzdür də müəllim. Qarşılıqlı qiymətləndirmə rəyə alan və rəy verən. Deyilədik ki, qarşılıqlı qiymətləndirmə üçün sinifdə dəstəkləyici mühitin olması şərtdir. Əlbəttə ki, dəstəkləyici mühit Mütləq. lazımdır. Onda yəqin qalır da. Qarşılıqlı qiymətləndirmənin açar məqamı şagirdin özünü refleksiya etməsidir. Onda bir səhv var da. Çünki deyir, qarşılıqlı qiymətləndirmə açar məqamı şagirdin özünü refleksiya, özünü qiymətləndirməkdir. Aferin, Ayda müəllimə. Bax, o sözü gözləyirdim sizdən. Özünü refleksiya, özünü qiymətləndirmədir. Amma burada bir dənə D bəndində sizə bir Nə deyəcəkdim? Bir söz. D bəndində sizə açıqlama verim. Müəllimlər, qarşılıqlı qiymətləndirmə adətən cütlərlə iş formasında aparılır. Məsələn də deyək ki, cütlərlə iş formasında da biz ümumiyyətlə o cütləri müəyyən edən zaman biz elə cüt seçməliyik ki, orada onların arasında məsələn baxırsan ki, şagirdlər, iki şagird və yaxud sinifdə bir-birindən yola getmirlər, bir-birindən heç xoşları gəlmir. O cür şagirdləri əgər seçib cütlərə qoysaq, orada o qiymətləndirmənin effektini olmayacaq. Çünki onlar bir-birinə doğru rəy verməyəcəklər. Yəni elə bir ortam, elə bir dəstəkləyici mühit. Ümumiyyətlə dəstəkləyici mühitdə məsələn biz müəllim olaraq sinifdə sağlam psixoloji bir mühit yaratmalıyıq. Yəni elə bir mühit yaratmalıyıq ki, demokratik, yəni üslubda dərs keçən müəllim bir mənalı şəkildə sinifdə dəstəkləyici mühit yaratmalıdır. Yəni şagird özünü sərbəst şəkildə sinifdə ifadə edə biləcəyi, şagirdin qorxmadığı. Bax, dəstəkləyici mühit nədir? Sağlam psixoloji mühit nədir? Şagirdin qorxmadığı bir mühitdir. Şagirdin fikirlərini ifadə etdiyi bir mühitdir. Yəni sərbəst şəkildə. Bir sualı yaranırsa beynində onu müəllimə sərbəst şəkildə verə biləcəyi bir mühitdir. Yəni bax, dəstəkləyici mühit odur ki, şagird sıxışdırılmadığı, lağa qoyulmadığı, ələ salınmadığı bir mühitdir. Bəzən baxırsan ki, şagird durub sualı verir, digər uşaqlar başlayır şagirdi lağa qoyur və yaxud müəllim istehza ilə gülür. Bax, dəstəkləyici mühitin pozulmasıdır bu. Yəni dəstəkləyici mühit deyəndə bir mənalı ağlınıza gəlsin ki, sağlam bir psixoloji mühitdir. Yəni eləcə də bax bu qarşılıqlı qiymətləndirmədə biz o cütləri seçilməsində də biz o elə abı hava, elə deməli ortam yaratmalıyıq ki, orada şagirdlər bir-birinə qarşı aqressiv olmasın, bir-birinə qarşı nifaq yaratmasınlar ki, doğru rəy vermə bacarıqları orada bir-birlərinə doğru rəy verə bilsinlər, dürüst olsunlar. Yəni ona görə bəzən bir-birlərinə qarşı şəxsi qərəzlikdən dolayı da doğru rəy verməyə bilərlər. Və bu da yəni o iş formasının effektiv olmasına gətirib çıxaracaq. Çox sağ olun. Yaxşı, maraqlı açıqlama oldu. Mən soruşacaqdım sizdən. Aha, əla. Pedaqoji tələblərdən, prinsiplərindən biridir də dəstəkləyici mühitin yaradılması, onu bilirsiniz. Onun içində sağlam psixoloji mühit də var. Bir də şagirdin maddi texniki baza ilə təmin olunması var o dəstəkləyici mühitin içində. Onun səs yazmasını göndərmişdim. Bu yeni qoşulan müəllimlər əgər dinləməyibsə dinləsin. Yəni o hardasa ola bilər bir müəyyən məqamda köməyinizə gələ bilər. Buyurun Tərənnüm. 53 müəllim. Doğru. Təlim prosesi zamanı şagirdin anlamasını ölçmək üçün formativ qiymətləndirmənin müxtəlif üsullarından istifadə etmək səmərəlidir. Təlim anlamasını ölçmək üçün. Ölçmək summativ deyildir müəllim. Bəli. Nailiyyət. Ölçmək summativdədir. Hə. Bu da summativdir. Burada nə deyir ki, deyir
şagirdin anlamasını ölçmək üçün formativ qiymətləndirmənin hə müəllimə, bu şeydir, uyğunsuzdur. Hə, İşte formativ. bəli. Sonra ikinci, tapşırıqlar, layihələr və ya testlərlə bağlı şagirdlərin həm güclü, həm də təkmilləşdirilməli olan tələblərini aydın şəkildə vurğulayan yazılı rəy bildirmək da verilən informasiya ilə istədikləri qədər tanış olmaq imkanı verir. Bu doğrudur. Bircə dəqiqə müəllimə, bircə dəqiqə. Burada bir də doğru deyil müəllimə. Bu formativin üsullarını deyir bizə. Sırf formativ demir. Bu deyir ki, bu birinci cümlədə. Yəni biz şagirdin anlamasını, bu nailiyyətini ölçmür yaxı, anlamasını ölçürük. Elə. Yəni nə qədər mənimsədiyini ölçmək üçün formativin müxtəlif üsullarından istifadə edə bilərik. Bu cümlə doğrudur. Bax, formativin müxtəlif üsulları var. Özünü Olar. qiymətləndirmək, yoldaş qiymətləndirməsi, rubrikdir, digər məsələn müxtəlif növ tapşırıqlardır. Bunlar tək elə bir dənə biz özünü qiymətləndirməklə və yaxud başqa 3-2-1-dir. 3-2-1-in özü formativin üsuludur. Bunlar vasitəsilə biz şagirdin anlamasını ölçürük. Yəni mənimsəməsini, qavradığını, bu gün dərsi nə dərəcədə mənimsədiyini ölçürük. Bu cümlə doğrudur. Bu cümlə doğrudur müəllimə. Elə iki də doğrudur. Mən də ölçmə gördüm dedim Sumat. Hə, amma bir baxaq da nəyi ölçür orada? Nailiyyəti ölçmür ki, anlamanı ölçür. İki doğrudur, tapşırıqlar, layihələr var. Üçüncünü oxuyum. Şagirdlərə zəif tərəflərini müəyyənləşdirməyə kömək etmək, onları təkmilləşdirməyə yönəltmək üçün vaxtlı-vaxtında rəy təqdim etmək lazımdır. Bu doğrudur. Bəli, bəli. Təlim nəticələrini şagirdlərə aydın şəkildə çatdırmaq və onlara qiymətləndirmə meyarlarını anlamağa imkan vermək, şagirdlərə nədə uğurlu olduqlarını və nəyi təkmilləşdirməli olduqlarını görməyə şərait yaradır. Bu da doğrudur, yanlışa yazılır. Və onda belə bir şey alır. Bax, müəllimə, burada nədir? İkidə bir dənə açıqlama vermək istəyirəm. Bizə indi əvvəllər biz meyar şəklində yazırdıq, indi rəy formasında yazmalıyıq. Əslində heç o meyar yazanda da yəni yanlış deyil. Şagirddə hansı bacarıqdır onu vurğulayırsınız. Amma indi gündəliklərdə, yeni gündəliklərdə var ki, şagirdə rəy verir. O rəyi yazılı şəkildə biz verəndə şagird onu dönə-dönə baxacaq, oxuyacaq ki, müəllim buna nəyə də istiqamət veribdir. Yəni bu onun üçün effektiv olacaq. Bax bu o cümlə onu deyir. Yəni orada dönə-dönə ona o informasiya ilə tanış olma imkanı verir, tanış olma şəraiti yaradır. 4-də də nəyi qoyun sizə deyəcəydim? Hə, 4-də təlim nəticələri müəllimlər. Bax sizə harda qarşınıza çıxsa təlim nəticəsi müsahibədə də verilir bu sual. Təlim nəticəsi nə zaman elan edirsiniz? Deyin ki, dərsin əvvəlində. Sinifə girdim, təlim nəticəsini lövhəyə yazıram. Elə deyin. Sinifə girdim, təlim nəticəsi yazmasanız da onu deyin elə. Sinifə girdim, təlim nəticəsini lövhəyə yazıram. Yəni təlim nəticəsi şagirdə mütləq elan olunmalıdır. Qiymətləndirmə meyarı da elan olunmalıdır. Bildirilməlidir şagirdə. Amma təlim nəticəsi ümumiyyətlə üstündür. Çünki təlim nəticəsini biz şagirdə elan eləməsək, sanki elə bir şagirdi tanımadığı bir yolu ötürmüsən. Uşaq baxır sağa, baxır sola, hara gedəcək, nə əldə eləyəcək, nə üçün gedir bu yolu bilməyəcək, hara gedir, istiqaməti bilmir. Sanki təlim nəticəsi, nədir təlim nəticəsi? Sonda şagirdin çatacağı bilik bacarığın əvvəlcədən müəyyən eləməzdir. Mən bilirəm ki, sonda nə? Məsələn, deyək ki, siz özünüzə bir təlim nəticəsi nədir? Məqsəd. Məqsəd qoymuşsunuz. Mən bu imtahanı yüksək nəticə ilə keçməliyəm. Əvvəlcədən o məqsədinizi qoymuşsunuz qarşınıza. İndi Gülnarə müəllimə ilə o məqsədinizə doğru gedirsinizmi? Bəli. Hələ nəticəyə sonda çatasan, ha? Hələ sonda çatasan o nəticəyə. Amma indidən bəri başdan qoymusan. Geriyə planlaşmada nəticə yönümlülük prinsipi. Bax budur. O cümlə bunu deyir. Mütləq təlim nəticəsini elan etməli ki, şagird sonda çatacağı bilik bacar. Amma şagird biləndə ki, bu dərsin sonunda o nəyi öyrənəcək? Bilirsiniz onun üçün necə effektiv olur? Şagird yol axtaracaq, özünə istiqamət götürəcək, strategiya seçəcək, hansı yolla getsəm bu məqsədimə daha tez çataram.
Burada da hamısı doğru olduğuna görə, uyğunsuzluq dediyinə görə nə götürəcəyik müəllimə? 1-lə 2-ni. Bizdə Uyğun. həmişə Yox, açıq yox. dərsdə deyirlər, lövhədə təlim 3-dən 4. Bax, müəllimə, 3-lə 4-ü götürəcəyik. Uyğunsuzluq deyirsən. Uyğunsuzluq deyir, 3-lə 4. Hə, sizdə Venn diaqramına əsasən sual işarə yerinə yazılmalıdır. Ümumi rubrik tapşırığa əsaslanan. Hər ikisi də spesifik tapşırıqlar üçün istifadə olunur. Bu rubrikləri təkrar-təkrar yazmağa ehtiyac olmur. Hər iki növ rubrikin meyarları istənilən növ tapşırıqlara aid edilə bilər. Hər iki növ rubrikin meyarları dərsin məqsədinə uyğun olmaya bilər. Hər iki növ rubrik şagird işini bir neçə aspektdən qiymətləndirməyə imkan verir. müəllimə, indi onu oxuduqca dilində A bəndi hansıdır? Müəllimə, bu qiymətləndirmənin növləridir. Hər ikisi də spesifik tapşırıqlar üçün Qiymətləndirmənin istifadə olunur. növləri deyil, rubrikin xüsusiyyətləridir. Rubrikin xüsusiyyətləri, məsələn, analitik, holistik rubrik, iki cür rubrik var. Analitik rubrik, holistik rubrik. Bir də var rubrikin xüsusiyyətləri. Ümumi tapşırıq əsaslanan. Bunun səs yazmasını atmışam axı müəllimə. Bax, A bəndində spesifik tapşırıq deyirsə, buna mütləq tap qulaq as, müəllimə. Bu Bəli, deyəsən mən qulaq asmamışam müəllimə. bircə saniyə mən bircə dəqiqə. Bunu Xuraman müəllimə izah eləsin görüm bu sualı. Hər ikisi də spesifik tapşırıqlar üçün istifadə olunur. Xeyr, spesifik tapşırıqlar tapşırığa əsaslanan olmalıdır. Bu rubriklər təkrar-təkrar yazmağa ehtiyac olmur. Belə deyək də, ümumi rubrikə ehtiyac olmur, amma tapşırıqlar əsaslananlar bir tapşırıq üçün elə bil aid olur. Ona görə bunu təkrar-təkrar yazmağa ehtiyac olur. Hər B iki növ bəndi, rubrikin- elə yox müəllimə. B bəndi ümumi rubrikdir. Adın, benimki sadəcə adını, hə, tamam. Hər bir növ rubrikin meyarları istənilən növ tapşırıqlara aid edilə bilər. Bu ümumi rubrikdir. Bəli. Hər iki növ rubrikin meyarları dərsin məqsədinə uyğun olmaya bilər. Əgər olmaya bilər dediyinə görə bu heç birinə aid deyil. Hə, Yəni hə. ola bilər, Ay, olmaya sağ ol. Hər iki növ rubrik şagirdin işini necə aspektdən qiymətləndirməyə imkan verir? Bu doğrudur. Hə, Ayşə, bu doğru olanımız Bu da evimizdir. Bəli. Amma mütləq şəkildə, yəni meyarlarımız belə məqsədimizə uyğun olmalıdır. Qoyduğumuz meyarlar məqsədimizə uyğun olmalıdır. Ona görə D bəndi yanlışdır. Yerdə qalanları hə, A bəndi tapşırığa əsaslanan, B bəndi ümumi rubrik, C bəndi ümumi rubrik, E bəndi də hər ikisinə aiddir. Yəni bizə ortaq xüsusiyyəti deyir. İndi oxuyun 55-i də müəllimə, Fəxriyə müəllimə. Deməli, cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Açıq sual hekayənin sonunda nə baş verdi? Qapalı sual sutka anlayışı nə ifadə edir? Açıq sual içməli su problemini həll etmək üçün nə təklif edə bilərsən? Qapalı sual məktəbdə uğur qazanmaq nə üçün vacibdir? Müəllimə, burada elə bir deməli bizə uyğunluğu deyir də. Burada açıq sual uyğunluğu. Deməli, müəllimə açıq sual 1-lə 2-dir də, doğru burada. Burada 1-lə 2 deyil müəllimə. Bax 1 açıq sual deyil müəllimə, qapalı sualdır. Bax hekayənin sonunda nə baş verdi? Yada salıb deyəsən də. Açıq sual nədir? Müəyyən görün Fəxriyə müəllimə. Açıq nədir, qapalı nədir? Müəllimə, açıq sual, yəni cavabı geniş olmalıdır da. Yəni amma qapalının bir cavabı var. Açığın bir neçə cavabı var. Genişin bir neçə cavabı var. Müəllimə, burada 4 yanlışdır. Elə 4 ilə, burada 2 ilə 4-dür. Məncə, çünki 4-də deyir qapalı sual, amma orada məktəbdə uğur qazanmaq nə üçün vacibdir? Bu bir neçə cavabı var da bunun. Kimə versin? 2 ilə 4-dür müəllimə. Bəli, o sualı kimə versən, hərə bir cavab verəcək ona. Orada cavaba nəzarət cavab verəndədir. Qapalı sualda cavaba nəzarət sual verəndədir. Amma açıq sualda cavaba nəzarət cavab verəndədir. Yəni mən sənə deyirəm ki, Fəxriyə müəllimə, kurikulumun neçə prinsipi var? Burada nəzarət məndədir. Bilirəm, gözləyəcəm görüm 6 deyəcəksən. Amma desəm ki, hansı uşağa desəm, ay uşaqlar, siz prezident olsaydınız nə edərdiniz? Atmosferin qorunması üçün hansı tədbirlər görərdiniz? Hərə bir cavab verəcək. Hə, bu oldu açıq sual. Doğru. 56-nı da oxuyun Fəxriyə müəllimə.
56-nı bir dəqiqə mənim. Bircə dəqiqə mən çevir buradan oxuyum. Hə. Mətnlə bağlı sualların çoxunu səhv yazmısan. Gərək imtahandan əvvəl mətnlə bağlı çoxu tapşırıq işləyərdin. Rəylə bağlı doğru fikri müəyyənləşdirin. Keçmişə yönəlik rəydir. Müəllimə, burada keçmişə yönəlikdir. İmtahandan əvvəl mətnlə bağlı çox tapşırıq işləyərdim. Müəllimə, burada keçmişə yönəlikdir. Bəli. Gərək bunu elə bax, bir də bir şey qeyd eləyim, Fəxriyə müəllimə, üzrlü say, əzizim. Bax deyir ki, mətnlə bağlı sualların çoxunu səhv yazmısan. Elə bu getdi uşağı apardı keçmişə. Bu uşaq getdi, məhv oldu. Da bir də sənə dəftər gətirməyəcək. Bilirsiniz müəllimlər, həmişə effektiv rəyin ilk cümləsində müsbət axtarın. Rəyi verəndə müsbətlə başlayın. Bu sualdan bir dənə sualınız mütləq var, qaçılmazdır. Rəy sizə düşəcək. Müsahibədə də soruşacaqlar, imtahanda da bir sualınız elə rəydir. Rəyi müsbət axtarın. Birinci cümlədə müsbət olsun. Ümumiyyətlə, rəyi də verəndə şagirdə müsbət tərəfdən giriş eləyin. Baxırsınız ki, çoxunu səhv yazıb da yenə müsbətlə gir. Yəni, bu effektiv rəy budur. Elə bax, burada keçmişə yönəlik rəydir. Bəli, doğrudur. Elə bu keçmişə yönəlik rəydir. O biri sualı İstiqamət götürmək üçün özüncündən çox. Bəli, bu doğrudur. Diaqnostik qiymətləndirmənin nəticələrinə qeydiyyatı o qədər də vacib deyil. Çünki bu qiymətləndirmə növü rəsmi qiymətləndirmə sayılmır. Yox, bu müəyyən qeydlər aparılmalıdır. Rəsmi sayılmasa da, ancaq ki, nəticələri qeyd etmək lazımdır. Ayda müəllimə, siz gec qoşuldunuz. Mən bunun qəşəng geniş izahını vermişəm. Mütləq o izahıma videosunu atacağım bu dərsin. Bax, düzdür, rəsmi deyil. İzlədim bayağı. Hə, rəsmi İzlədim deyil, amma bayağı. açıqla, amma qeydiyyatını aparma. Hə, onu danışdıqlarımı izləmisinizsə əla. Bəli, izlədim. Həm də aparılmalıdır ancaq. Bəli. Uyğunluğu deyir. Birinci doğrudur. Onda ikincisi yox, səhvdir. Üçdə deyir ki, diaqnostik qiymətləndirmək üçün nəzərdə tutulmuş tapşırıqların bölmənin sonunda istifadə etmək olar. Bu halda şagirdlər özlərinin qiymətləndirməsini izləyə bilər. Diaqnostik qiymətləndirmək üçün nəzərdə tutulmuş tapşırıqlar. Diaqnostikdə deyir, bölmənin sonunda da istifadə etmək olar. Bu olar da. Müəllimə, buna bir dənə açıqlama verim. Bəli, olar. Bax, diaqnostik qiymətləndirməni biz eləyirik. Qoyuruq uşağın portfolyosuna, eləmi? Sonra bölmənin sonunda təkrar həmin sualları, indi başqa vərəqdə də bir də uşaqlara işlədirik. Amma bu diaqnostik olmur ha, müəllimlər. Bu şagirdin sən öyrənməsini müqayisə edirsən. Şagird bölmədən əvvəl nə qədər yazıb, bölmədən sonra sadəcə şagirdin öyrənməsini yoxlayırsan. Bu olur formativ. Doğrudur, ola bilər. Dörddə ki, diaqnostik qiymətləndirmə əsas elementlərindən biri qarşılıqlı və özün qiymətləndirməni təşkil edir. Bu yanlışdır. Özün qiymətləndirmə deyil də bu diaqnostikdə. Bu yanlış fikirdir. Aha, bəli. Özünü qiymətləndirməklə yoldaş qiymətləndirməsi hardadır müəllimə? Hansı qiymətləndirmədədir? Yoldaş nə idi? Formativdədir. Müəllimə niyə çarpırsan? Formativdədir, diaqnostikdə deyil. Özünü qiymətləndirmədir. Yoldaş qiymətləndirməsi formativin bunlar özəyini təşkil eləyir. Bunlar vasitəsilə biz formativ apara bilərik. Hə, burada da olur 1-4. Bəli, 1-4 olur.